Nizami, Füzuli, ne bilim, Cavanşir, Babək qoyurlar, amma o adı doğrultmur onlar. Sizə qoyulan bu ad mənim çox razı saldı. Siz çox mötəbər adamsınız. Mən Mirhəsənin əmisi oğluyam. Amma o məni həmişə ata kimi qəbul edib. Övladları da, onun dostları da məni bu cür tanıyırlar. Mən də qələm sahibiyəm, amma burada da mən heç bir şey demək istəmirəm. Çünki vəziyyətim bir balaca normal deyil. Vaxtı ilə olubdur, məclislərdə böyük çıxışlar eləmişəm falan, bunlar hamısı keçib gedib. İndi burada bu həm Mirhəsənin 60-70 illiyi idi, yubileydi. Siz də mən burada haqqımda elə o yubileyin sahibi kimi danışdınız. Elədiniz ki, mən çox sağ olun, minnətlərim. Mən Mirhəsəni qohumlarımın içində, əqrabalarımın içində, dostlarımın içində, birinci cərgədə, ön cərgədə olan bir alicənab adamdır. Mirhəsən şairdir, düzdür, amma şairlikdən də əfsəl, daha yüksək, o gözəl insandır. O, hər kəsin yerin bilən, hər kəsin qiymətin verməyi bacaran şəxsiyyətdir. Onun bircə sözün deməliyəm. Mən dedim ki, əmoğlu, Gürfaqı oxumuşsan, özdə çox çətin vəziyyətdə qutarmışsan buranı. Niyə bu prokuror, milis orqanlarına keçmirsən? Bura onlar lazımdır axı. Dedi ki, əmoğlu, mən o əqidiyə qulluq eləməmişəm, eləməyəcəm də. Niyə? Çünki onlar yeri gəlir, ədalətsizlik eləyir, yeri gəlir, ədalətli olur. Amma mən o yolu gedə bilməyəcəm. Mən kimisə cinayətə cəlb eləməyi, kiminsə günahsız, günahlı bir təhər ümumiyyətcə dedi, mən bunu xoşlamıram, mənim sənətim elə notariusdur, bu sənət mənim üçün bəs. Nəysə, mən çox razı qaldım bu işdən. Çünki biz Seyid nəslindən olduğuna görə bizə barışdırmaq aləmində, münasibət yaratmaq mənasında biz yaxşı yer tutsaq yaxşıdır. İndi əmoğlum yaxşı hüquqşünasdır, yaxşı atadır, yaxşı əmidir, yaxşı dayıdır, yaxşı dostdur. Bundan əlavə özü əsl insandır. Bu münasibətlə mən onu bağrıma basıram, təbrik eləyirəm. 70 illik yubileyindən sonra da 80-90 il yubileylərini keçirməyinizi arzu eləyirəm. Və əmoğlu, sənin yazdığın şeirlər, ora mən gəlmək istəyirəm, o şeirlər siz gec başlamışsınız. Gec başlamağınız da həya, abır, haya, sizi təvəzzökarlıq. Amma sizin şeirlərinizi oxuyan adam, onu dərk eləyən adam görür ki, valla, belə küy olmasın, elə bir Səməd Vurğun kimi, Şəhriyar kimi gözəl, hikmətli, fəlsəfi duyumların valih edir. Gec də olsa, sən bu sahəyə qədəm bastın. Allah canını sağ eləsin, dostlarını sağ eləsin, övladlarını sağ eləsin. Firavan həyat, xoşbəxtlik sizə qismət olsun. Allah mübarək eləsin. Allah sizi də belə başçı olmaq, məclisin başçısı olmağı münasibəti ilə təbrik edirəm. Bunun Mirhəsənin dostlarını çox saymaq olar. Bunun dostlarının sayı bəlkə də deyim ki, bilmir. Heç bir neçədə nə qədər sayın bilmir.
Amma dostların içərisində mən gözümü açandan onu Valeh ilə bir görmüşüm. Valeh də Mirhəsəndən də yaxşı insandır. Məndən də yaxşı insandır. Dostluqda möhkəmdir. O dar gündə də, gen gündə də həmişə Mirhəsənlə olubdur. Allah sizin hamınızı salamat eləsin. Onun dostlarını, övladlarını da onun içində. Mübarək olsun. Sağ olun. Və əlbəttə ki, yalnız belə məqamlarda fərq eləmir. Deməli, bugün gözəl bir gün və Hacının yubileyi eyni zamanda bu nəslin gözəl övladlarından biri. Harda əyləşibsə ailə balamızın ad günüdür. Həm də yadigarın ad günüdür. Bir çıxır. Xahiş eləyəcəm, deməli, yəni birinci növbədə, yəni imkanı olanlar o iki nəfərin ad gününü alqışlayaq. Təbii ki, bu gün Hacıya düşən bütün alqış onlara da düşür, çünki eyni gündür, fərq etməz. Və eyni zamanda da bir indi söz fasiləsi oldu, Seyid Miriş ağanın xeyir duasını dinlədik. Bir uşaqların könlün oxşamaqdan gözəl heç nə yoxdur bu dünyada Hacı. Uşaqların bir könlünü oxşayaq, yenə ədəbi söhbətlər. Bugün senin şad günündü, şad günündü. Evinizde toy düğündü, toy düğündü. Bugün senin şad günündü, şad günündü. Evinizde toy düğündü, toy düğündü. Gülürse yarsı dile, yarsı dile. Senin ad günün mübarek mübarek. Gülürse yarsı dile, yarsı dile. Senin ad günün mübarek mübarek. Ad günün, şad günün mübarekse mübarek. Ad günün, şad günün mübarekse mübarek. Ad günün, şad günün mübarekse mübarek. Ad
Sağ olun. Parmaklarınız var olsun. Oynayanlar, analar, bacılar, uşaqlar, ayaqlarınız var olsun. Və əlbəttə ki, təbiidir ki, söz çox incədir. Əlbəttə, səs-küy məqamında o qədər meydanı yoxdur. Poeziya insana xas olan bütün duyğu və hisslərin ən şəffaf, ən parlaq güzgüsüdür. Nəzərə alsaq ki, bu güzgünün mayası eşqdən, dərddən, kədərdən olur. Hacının yaradıcılığında dərdin poeziyası hər şeyi üstəliyir. Hacı Mirhəsən öz şeirlərində dərdin səsinə qədər, rənginə qədər göstərməyi bacaran şairlərdəndir. Və bu misraları ne için oxudum? Çünki doğrudan da mən hacının yaradıcılığı ilə məşğul olduğum məqamda da buna çox rast gəldim və hətta deyərdim ki, bəzi məqamlarda mənə hər dəfə poeziyanın yükünü elə yalnız dərdin üzərinə yükləmək qədər, belə deyək, bir ədəbi fikir kimi deyirəm. Amma bununla belə yəni o da öz çalarında, o da öz rəngində gözəldir. Dərd evindən dəli çıxan ömrə qəm qatıb dincəlir. Sevincindən əli çıxan dərdinə çatıb dincəlir. Qıyma gedə heçə, gündür, qoyma hədər keçə, gündür. Qəm gölündə neçə gündür bir fağır batıb dincəlir. Söz güllədir, at yerində, hürmə ay it, yat yerində. Ürəyimin çat yerində ağrılar yatıb dincəlir. Mən istəyirəm ilk növbədə yenə böyüklər məni bağışlasın, söz məqamında da hacı. Yəni bayaq dedim ki, bu dünyada ən böyük savab uşaqların könlünü oxşamaqdır. Söz məqamında da istəyərdim birinci qoy uşaqlardan söz verim. Harada əyləşibsə, Bəhram babamızdan xahiş edirəm, Bəhram bəy. Buyursun bura. Hoş gördük. Mən şəxsən sizlə tanışdığıma şadam. Buyur. Çox sağ olun Nizamettin müəllim. Siz qeyd elədiniz, mən də həmçinin sizlə tanışlığa çox şadam. Sizi, gələn qonaqların hər birini, musiqiçi qardaşlarımızı ürəkdən salamlayıram. Hacı Mirhəsən babanı bugünkü gün münasibəti ilə bu 70 illik ömrün başa vurmağı münasibəti ilə təbrik edirəm. Və təbiidir ki, 70 illik ömrü hər kəs Hacı Mirhəsən baba kimi başa vura bilməz. Mən Hacı Mirhəsən babanın şeirlərinin yaradıcılığının vurğunuyam. Bunu da xüsusi qeyd edeyim. İlk növbədə özünün, öz şəxsiyyətinin vurğunuyam. Və onun yaradıcılığını mənə sevdirən İlahi Eşqinin Pərvanəsiyəm adlı şeirinə mən bir nəzirə yazmışam. Hacı Mirhəsən babadan və yaradıcı qonaqlardan üzr istəyərək o şeiri demək istəyirəm. Əzəldən bir eşqin vurğunu olmuş,
bu eşqin yolunda divanə olmuş. Ürəyi ilahi bir nurla dolmuş, mən ilham alıram o nəğməsindən, ilahi eşqinin pərvanəsindən. Yaşamaq istəsən namus ar ilə, çalışma olasan dövlət var ilə, uca dağların başı olar qar ilə. Bunu da öyrəndim onun səsindən, ilahi eşqinin pərvanəsindən. Aldanmayıb bu dünyanın feylinə, kömək olub obasına, elinə, yalan kəlmə gətirməyib dilinə, həqiqət güc alar hər kəlməsindən, ilahi eşqinin pərvanəsindən. Seyyid ocağının ağsaqqalıdır, yolunun yolçusu övladlarıdır, soy kökü peyğəmbər yadigarıdır, İmam Musa Kazım şəcərəsindən. Bunu da öyrəndim o nəğməsindən, ilahi eşqinin pərvanəsindən. Əgər ki anlamaq istəsən onu, çətindir, bilinməz bu yolun sonu. Səbr edib, öyrənib bilmişəm bunu Mir Həsən babanın o nəğməsindən, ilahi eşqinin pərvanəsindən. Hacı Mir Həsən baba, sağ olun ki varsınız, ailənizin, nəslinizin, bütün elimizin, obamızın üstündəsiniz. Allah sizə əskik eləməsin və sağ olun ki sizin yaradıcılığınız mənə belə ilham verdi. Çox təşəkkür edirəm. Sizə də həmçinin musiqisi qardaşlarımıza təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Çox sağ olun və elə bu məqamdaca mən bayaqdan, indi başqalarını demirəm, hamıdan çox özümün yəni bu məqamı gözləyirdim. Bəlkə hamıdan çox da mən darıxırdım. Bir gözəl həzin nəğməsi ilə ürəklərə od salan bir bacımız əyləşib, Reyhan bacım burada əyləşib. Çoxdandır görmürdüm onu, çox şad oldum onu görməyimə də. İstəyərdim musiqi məqamında, muğam məqamında, sözün bu məqamında Reyhan bacımdan xahiş eləyim, qızlardan xahiş eləyim. Yəni necə istəyirsə, yəni təbiidir ki musiqiçilərlə bir anlaşma mütləq gərəkdir. Yoxsa mən sizin yanınızda bu dəqiqə gəlim dayanım mikrofonla. Belə yaşayıbdı böyük şairlər, dərdinə qol boyun ürək şairi. İnan yaranmazdı böyük şeirlər, əgər yandırmasa fələh şairi. Reyhan xanım, çox xoş gördünüz sizi. Buyur. Bundan oxusun. Hacı müəllim, mən də sizi ürəkdən təbrik eləyirəm. Sizin nəinki 70 illiyinizi, o gün olsun 100 illiyinizi keçirək, yenə bu qonaqlarımızla bir yerdə. Sizin üçün də indi bir mahnı oxuyum, lirik mahnı, Gecələr mahnısını.
benim sirdaşımsınız. Geceler, ay geceler, geceler, ay geceler. Yüreğimde seheri, neçe hasreti var. İntizar ağlarında gece uzun ağlarmış. Geceler, geceler, gece uzun ağlarmış. Kuşta tutan hayalıyor hardan hara geceler. Ben hasret aparam yatanlara geceler. Geceler, geceler yatanlara onsuz da ömrün vefası yoktur yaren. Yaxşıları yaman derde düşmesin. Onsuz da ömrün vefası yoktur yaren. Yaxşıları yaman derde düşmesin. Kiminse kalbinde yoktur yamanlık, kiminse kiminse kalbinde yoktur yamanlık. Yaman yerde yaman güne düşmesin. Bir ürəkdən alqışlar gəlsin Reyhan xanımın şərəfinə. Alqışlaya xahiş edirəm qonaqlarımızdan. El salan əlləriniz var olsun. Hikmetli sözlerden diktim bir kalam. Hikmetli sözlerden diktim bir kalam. Sen o kimseye yanımda kalan. Ya kadın ya kişi hayal.
etmesin. Şair gençeş yaz yarat az değil her an. Hiç kime kalmaz bu devran. Taley kısmetini paylayan zaman ay Hasan benim. Zelilin yoksulluğu merde düşmesin. Aman aydan daycan. Alkışlar gelsin qonaqlarımızdan xahiş edirəm. Çox sağ olun ya xanım. Allah var eləsin bu səsinizi. Və təbrik məqamında istərdim Qubadlı rayon İcra Hakimiyyətinin başçısının birinci mavini Allahverdi müəllimdən xahiş edirəm və polis idarəsinin rəisi Nizami müəllimdən xahiş edirəm buyursunlar. Onların təbriklərin, ürək sözlərini dinləyək, davam eləyək. Allahverdi müəllim xahiş edirəm. Bir daha xoş. Mən baş həkimdən, Nüsrət həkimdən də xahiş edirəm buyursun bura. Nüsrət həkim, xahiş edirəm. Çox sağ ol. Mən də Hacı Həsəni təbrik edirəm. 70 yaşı olmaq münasibəti ilə Hacı bizim kəndin, Qaralar kəndinin eyni zamanda Qubadlının sahib seçilən ağsaqqallarından biridir. Hacı Həsən uzun illərdir ədliyyə orqanlarında 35 ildən artıqdır xüsusi işlədi. Bir neçə təltiflər oldu. Biz Hacının bütün tədbirlərində hamısında bir qohum kimi, bir dost kimi, yaxşı ağsaqqal kimi iştirak eləmişik. Mən ona uzun ömür can sağlığı arzulayıram. Oradan da Böyük Qubadlı rayonu fəxr eləməlidir ki, bizim rayonda Hacı Həsən kimi insan var. Hacı Həsən övliyadır, seyiddir. Mən Qaralar kəndindənəm, onun yaxın qohumuyam. Hacı Həsənin atası, Allah rəhmət eləsin, İsaq kişi o vaxtı hacca birinci gedənlərdəndir. Maşın olmayıb, atla o kişi gedib hacı ziyarət edib gəlib. Mən Həsən Hadiyevi, hacını təbrik edirəm, ona uzun ömür can sağlığı arzulayıram. Mən arzu edirəm ki, onun 75 yaşını, 80 yaşını biz öz Qubadlı rayonunda, Qaralar kəndindəki, biz buna inanırıq. Bu işlər, aparılan işlər onu göstərir ki, hörmətli prezidentimizin apardığı işlər nəticəsində biz öz doğma torpaqlarımıza qayıdacağıq. Bu tədbirləri rayonda qeyd edəcəyik. Buyur Nizam müəllim. Hacı, mən də sizin 70 yaşınızı təbrik edirəm. Sizə uzun ömür, can sağlığı. Siz bizim rayonumuzun ən salib seçilən ağsaqqallarından birisiniz. Bizim sizə böyük hörmətimiz var. Arzu edirik ki, növbəti sənin bu yubileylərini öz rayonumuzda, öz elimizdə, obamızda keçirək. Bir daha təbrik edirəm, bütün yaxınlarına göz aydınlığı verirəm ki, Allah sən onların üstündən əski eləməsin. Hacı, mən də səni təbrik edirəm, sənə can sağlığı arzu edirəm. Arzu edirəm ki, 70 plus 30 olsun, Allah qoysa sənin 100 illiyin də keçirilsin. Sənə can sağlığı, uzun ömür arzu edirəm. Bir gözəl qasaq nəbi səsləndirək.